İtaliyanın baş naziri Giorgia Meloni'nin Azərbaycana səfəri çərçivəsində dövlət başçısı İlham Əliyevlə geniş tərkibdə və tək tərkibdə görüşü oldu. Sonra isə Azərbaycan lideri İlham Əliyev və İtaliyanın Nazirlər Şurasının sədri Meloni mətbuata bəyanatlarla çıxış etdilər. İki ölkə arasında münasibətlərə toxunuldu. Bu istiqamətdə danışacağıq. Münasibətlərin həm siyasi, həm də iqtisadi tərəflərini nəzər salacağıq. Studiyamızın qonağı millət vəkili Zaur Şükürov bizimlə birbaşa bağlantıda isə iqtisadçı Kamran Hacıyevdir. Salam, hər birinizi salamlayıram. Xoş gördük sizi. Xanım, xoş gördük. Zaur müəllim, elə öncə sizdən başlamaq istəyirdim. İtaliyanın baş nazirinin Ermənistana səfəri, sonra isə Azərbaycana səfər etməsi, ümumiyyətlə bu səfərin məqsədini necə dəyərləndirmək olar? Əslində siz düzgün qeyd etdiniz. Məral xanım Ermənistandakı səfərini yekunlaşdıraraq dərhal Azərbaycana səfər etmişdir. İtaliyanın baş naziri, Nazirlər Şurasının sədri və müəyyən qısa şəkildə bir tarixi ekskurs etsək, görərik ki, İtaliya ilə Azərbaycan arasında münasibətlər dinamik şəkildə davamlı olaraq qarşılıqlı maraq doğuran bir çox sahələr üzrə inkişaf etmişdir. 2014-cü ildə və 2020-ci ildə iki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalanmışdır və 2020-ci ildə imzalanan sənəd Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ölkəyə dövlət səfəri çərçivəsində 2020-ci ilin fevral ayında çoxölçülü strateji tərəfdaşlığın genişləndirilməsinə dair birgə bəyannamə idi və bu bəyannamə çərçivəsində də əməkdaşlığın istiqamətləri müəyyənləşmişdir və əsas xüsusilə onu vurğulamalıyıq ki, siyasi sahədə və ya xüsusilə o cümlədən iqtisadi sahədə də Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı Azərbaycandır. Ticarət dövriyyəsinin Cənubi Qafqazda təxminən 90%-dən çoxu məhz Azərbaycanın payına düşür və eyni zamanda Avropa İttifaqında da Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliyadır. Cənab Prezidentin də birgə mətbuat konfransı zamanı çıxışında da qeyd etdiyi kimi İtaliya ilə keçən il təkcə ticarət dövriyyəmiz 12 milyarda yaxın olub, 12 milyard dollara yaxın olub. Bu da bilavasitə İtaliyanın əsas ticarət tərəfdaşı, Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bir daha nümayiş etdirir və əlaqələrimizdə heç şübhəsiz ki, yəqin ki, indi gedişdə danışacağıq bu barədə əsas sahə, əsas istiqamət enerji sahəsidir və məlum olduğu kimi bu istiqamətdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və o cümlədən də Cənub Qaz Dəhlizi çərçivəsində TAP layihəsinin işə düşməsindən sonra məhz İtaliyanın da enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır və eyni zamanda investisiyanı qeyd edə bilərik. Məlum olduğu kimi 3 milyarda yaxın Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliya iqtisadiyyatına 3 milyarda yaxın investisiya yatırılmışdır və bayaq qeyd etdim enerji sahəsində əməkdaşlıq indiyə qədər ixrac olunan 25 milyarda qədər təbii qazın məhz 10 milyarda yaxını məhz İtaliyaya ixrac olunmuşdur. Bu da bayaq mən qeyd etdiyimin bir daha sübutudur. Həmçinin Azərbaycanda çoxsaylı İtaliya şirkətləri fəaliyyət göstərir. 130-adək İtaliya şirkətinin fəaliyyətini qeyd edə bilərik. Həmçinin bizim üçün xüsusi əhəmiyyət kəsb edən işğaldan azad olunmuş ərazilərimizin bərpası məsələsidir. Bu ərazilərdə də Qarabağ və Şərqi Zəngəzurda da İtaliyadan olan şirkətlər fəal şəkildə iştirak edirlər və təxminən ondan çox müxtəlif layihələrdə yaxından cəlb olunmuşlar İtaliya şirkətlərdən və xüsusilə fəallıq nümayiş etdirirlər. Və unutmayaq ki, İtaliya ümumiyyətlə qlobal miqyasda, istər Avropa İttifaqı çərçivəsində, istərsə də qlobal miqyasda iqtisadi baxımdan güclü dövlətlərdən biridir. Hazırda İtaliyanın ümumdaxili məhsulu təxminən 2,4 trilyon dollara bərabərdir. Avropada 3-cü yerdə qərarlaşıb. Dünyada 8 dövlətdən, yəni 8 iqtisadi güclü dövlətlərdən biridir. Eyni zamanda İtaliya istehsal müəssisələrinin həcminə görə də Avropada 2-ci yerdə qərarlaşıb, dünya miqyasında 5-ci yerdə qərarlaşıb. Bütün bunlar da İtaliyanın, yəni qlobal miqyasda əhəmiyyətindən xəbər verir və o cümlədən də Azərbaycanla İtaliya arasında münasibətlərin qarşılıqlı maraq doğuran sahələr üzrə inkişafı onu deməyə əsas verir ki, qarşıdan gələn illərdə də bu münasibətlər davamlı olaraq inkişaf edəcək və bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, hər iki ölkənin lideri, yəni Prezident cənab İlham Əliyev və İtaliyanın baş naziri xanım Meloni müstəqil və öz ölkələrinin maraqlarına xidmət edən siyasət yürüdürlər və bu da əməkdaşlığın daha
daha geniş perspektivdə və gələcək üçün daha səmərəli şəkildə qurulmasına imkan verən məqamlardandır. Aydındır. Növbəti sualımızı ilə növbəti qonağımızı ünvanlamaq istəyirəm. Kamran müəllim, yəqin ki, eşidirsiniz bizi. Bəli. Bilirsiniz ki, Azərbaycanla İtaliya arasında 2014-cü ildə, bir də 2020-ci ildə strateji tərəfdaşlıq haqqında sənəd imzalandı, bəyannamə imzalandı. İstəyərdim bu sənədlərin əhəmiyyətindən danışaq sizinlə. Bəli, qeyd olunan sənəd ümumiyyətlə iqtisadi əlaqələrin möhkəmləndirilməsində çox mühüm rol oynadı. Və bu münasibətlər əsasən qeyd olunduğu kimi enerji ixracının, yəni neft məhsullarının əsasən və qaz məhsullarının ixracı ilə bağlı olan bəyannamələr oldu və burada da Azərbaycanın rolu artmaqdadır. Yəni bizim belə deyək də neft ixrac etdiyimiz ölkələr arasında İtaliya lider bir mövqeyi tutmaqdadır və burada da belə deyək, hardasa qeyd olunduğu kimi 12 milyard dollara yaxın ümumi olaraq iqtisadi bir dövriyyə olmuşdur. Onunla yanaşı bizim ixrac etdiyimiz neftin hardasa 50%-ə yaxın, hətta bəzi illərdə 50%-dən çoxu da İtaliya bazarının belə deyək də mövqeyinə düşmüş olur. Həmçinin qaz ixracında da çox güclü bir mövqeyi saxlamış olduq. Burada da bu TAP dəhliz vasitəsilə, TAP kanal vasitəsilə belə deyək də ixrac olunan qaz təkcə İtaliya deyil, onun vasitəsilə digər Avropa ölkələrinə də ötürülməsində mühüm bir rol oynamışdır. Ümumi olaraq 2025-ci ildə bəli 13 min tona yaxın neft ixrac olunmuşdur İtaliyaya. Aydındır. Sonra mən sizlə davam etmək istəyirəm. Deməli, bilirsiniz ki, Azərbaycan prezidenti ilə İtaliyanın baş naziri birgə bəyanatla çıxış etdilər. Ümumiyyətlə, bu çıxışda Azərbaycan hansı diplomatik mesajları belə deyək ki, İtaliyaya və region ölkələrə ötürmüş oldu? Çünki orada dövlət başçısı müəyyən bir məsələlərə toxunmuşdu. Simara xanım, qısa şəkildə iqtisadi əməkdaşlığa bir əlavə etmək istərdim. Məlum olduğu kimi dövlətlər arası münasibətlərin inkişafında qarşılıqlı səfərlər, o cümlədən hökumətlər arası komissiyalarında rolu əhəmiyyətlidir və bu ilin yanvar ayında hökumətlər arası komissiyanın iclası Bakıda keçirilmişdir, 6-cı iclası və həmin iclas çərçivəsində də iqtisadi sahədə gələcək əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə olunmuş, hansı istiqamətlər mühüm əhəmiyyət kəsb edir, qeyd edildiyi kimi enerji sahəsində, təhsil, elm təhsil sahəsində, o cümlədən hərbi texniki sahədə əməkdaşlıq məsələləri də gündəmdə olmuşdur. Və düşünürəm ki, yəni hər il davam edən mütəmadi əsasda davam edən hökumətlər arası komissiya çərçivəsində də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə mövzusu olacaq. Eyni zamanda neft ixracı ilə bağlı qeyd olundu. Onu da qeyd edək ki, Azərbaycan İtaliyada təxminən 10 milyon ton həcmində neft istehsal gücünə, neft məhsulları istehsal gücünə malik iki müəssisənin almağını hədəfləyib. Eyni zamanda məlum olduğu kimi Türkiyədə 12 milyon ton həcmində neftayırma zavodunun alınmışdır və beləliklə Egey dəniz sahilində və Adriatik dəniz sahilində Azərbaycana məxsus olan bu 22 milyon tonluq neftayırma zavodu hesabına şübhəsiz ki, neft məhsullarının da ixracı sahəsində mühüm layihələrə imza atmaq mümkün olacaqdır. Və siz qeyd etdiyiniz kimi birgə bəyanat zamanı ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə mühüm mesajlar səsləndirildi. Gələcək əməkdaşlıq istiqamətləri, yəni diqqətli olan hansı sahələrdir və heç şübhəsiz ki, enerji sahəsində olan əməkdaşlığa xüsusilə diqqət yetirildi. O cümlədən də müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı nöqteyi nəzərindən münasibətlərin inkişafı gündəmdə ola bilər. Məlum olduğu kimi Azərbaycan hazırda 1000-dən çox adda müxtəlif təyinatlı hərbi sənaye məhsulları istehsal edir və hazırda 20-yə yaxın ölkəyə öz məhsullarını ixrac edir. Prezident cənab İlham Əliyevin bu ilin yanvarın 5-də yerli mediaya müsahibəsi zamanında
qeyd etdiyi kimi Azərbaycanda dünyanın aparıcı iri şirkətləri ilə birgə müəssisələr yaradılmışdır ki, bu da gələcəkdə istehsal olunan müəssisələrin, birgə müəssisələr tərəfindən istehsal olunan məhsulların xarici bazara çıxarılmasına imkan verər. O cümlədən də İtaliyanın yüksək texnologiyaları və Azərbaycanın maliyyə imkanları birləşdirilərək üçüncü ölkələrə, digər bazarlara mal ixracı sahəsində də, istehsal olunan məhsulların ixracı sahəsində də mühüm addımlar atıla bilər və digər bir məsələ isə davamlı olaraq İtaliya siyasi baxımdan bu məsələni qeyd etmək istəyirəm. İtaliya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək verən ölkələrdəndir və bu davamlı olaraq bu bəyannamə, bu yanaşma, bu mövqe sərgilənmişdir və bayaq mən qeyd etdim, iki tərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlər, hökumətlərarası komissiya bu son təxminən 15 ilə yaxın müddətdə dövlət və hökumət başçılarının, Prezident cənab İlham Əliyevin, İtaliyanın prezidentinin, baş nazirinin Azərbaycana təxminən 10-a yaxın rəsmi, dövlət və işgüzar səfərləri həyata keçirilmişdir. Keçən ilin sentyabrın 30-da İtaliyanın prezidenti Mattarella Azərbaycanda səfərdə olmuşdur və ondan 2 gün sonra Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin zirvə toplantısında, 7-ci zirvə toplantısında da Prezident cənab İlham Əliyevlə İtaliyanın baş naziri xanım Meloni arasında görüş keçirilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, münasibətlər dinamik şəkildə inkişaf edir, təmaslar istər iki tərəfli əsasda, istər beynəlxalq platformalarda davam etdirilir və bu da gündəliyin uzlaşdırılması, gələcək əməkdaşlığın perspektivlərini müəyyənləşdirmə baxımından mühüm əhəmiyyət kəsb edir. Aydın oldu. Kamran müəllim, yenidən sizlə söhbətimizi davam etdirmək istəyirik. Deməli, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti məsələsinə toxunduq. Ümumiyyətlə, onların fəaliyyəti iqtisadi inkişaf baxımından hansı töhfələri verə bilir Azərbaycan üçün? Bəli, qeyd olunduğu kimi Azərbaycanda 130-a yaxın İtaliya şirkəti qeydiyyatdan keçmişdir və fəaliyyət göstərilir. Əlbəttə ki, ölkəmizə bu kimi şirkətlərin, misal üçün də Avropadan olan şirkətlərin olmağı bir investisiyanın cəlbidir, yəni iqtisadiyyatda müsbət bir haldır. Bununla yanaşı qeyd edə bilərik ki, yəni iş yerlərinin açılması, ümumi daxili məhsulun, belə deyək də, ÜDM-in artımına gətirən məsələlərdir. Yəni ümumi qeyd eləsək, yəni bu iqtisadi münasibətlərdə hər iki tərəflərin, belə deyək də, şirkətlərin açılması, yəni deyək ki, İtaliya şirkətlərinin bizdə açılması, fəaliyyət göstərməsi ölkəmizə birinci növbədə bəli, iqtisadi cəhətdən böyük bir müsbət rol oynayır. Həm investisiyanın cəlb olunmasında, həm ümumi iqtisadiyyatın inkişaf etdirilməsində, həm iş yerlərinin açılmasında, həm də əlbəttə ki, bu iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm bir rol oynamış olur. Yəni ümumi qeyd eləsək, Azərbaycan bugünkü günə, belə deyək də, bir strateji tərəfdaş olmaqda davam etdirilir. Bu da iqtisadiyyatımızın stabil olması həm siyasi, həm iqtisadi baxımından bizim mövqeyimizi gücləndirir və xarici, belə deyək də, investorların, tək İtaliya deyil, digər ölkələrin də, belə deyək də, marağına artmaq üzrə dinamika göstərir. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda iqtisadçı Kamran Hacıyev idi.